dayandırarak yəni hansı Hər kəsə mən Fidan. Bugün sizə birlikdə suallar videosu çəkirəm. Yəni bunu neçə vaxt çəkmirdim. Ən son keçən yay deyəsən çəkmişdim. Bu yayda dedim ki, elə yay başlamazdan əvvəl bir dənə suallar videosu çəkim. Çox yorum gəlibdi. Həddindən artıq dəhşət sual gəlibdi. Amma mən dedim ki, haqsızlıq olmasın deyə, bu arada anamın telefonudur bu. Haqsızlıq olmasın deyə sualları belə eləyib dayandıraraq, yəni hansı çıxsa o sualı cavablayacağam. Çünki haqsızlıq olsun istəmədim. Seçib də sual verə bilərdim, amma buradan ilk yəni əlimi dayandıracağam və hansı çıxsa onu cavablayacağam. Nəysə, ümid edirəm video xoşunuza gələr. Onda videoya keçək. Deməli mən buradan öz postuma gəlirəm. Baxın burada yazmışam ki, suallar verin cavablayacağam. Burada yorumlara girirəm. Tam 192 dənə yorum gəlibdi. 193 oldu hətta indi. Bunu belə eləyəcəm. Sıkı deyirsən dayanım. Qardaşım dayan desin, mən də ona əsasını dayanım. İndi Buradan deyim. hə oradan deyim. Oradan demək istəyir. İndi Yusuf dayan deyəcək və mən də dayanacağam. Ona getdik ilk sualımızı seçək. Dayan. Mən sualı SS eləyib ora qoyacağam. Bir dəqiqə. Bir basım üstünə seçim. 9-cu sinif balım və ayrı-ayrılıqda hər fəndən neçə bal yığmışam? 9-cu sinif balım əslində demişdim bir sual cavab videosunda 140 bal yığmışam. Ana dilinə 78, ingilis dilindən 40 bal yığmışdım. Riyaziyyatda hesablayarsınız siz artıq onları cəmləyib biraz zəif yığmışdım. Neyse keçək indi ikinci suala. Dayan. Hesabına gələcək haqqında planların nədir? Yəni böyük ehtimal bunu şey olaraq da sual verir. Davam elətdirmək istəyirsənmi? Gələcəkdə harda görürsən özünü falan olaraq. Yəni gələcək plan olaraq mən vlog kanalıdır bu. Yəni vlog çəkirəm ən çox. Çünki vlog üçün yaratmışam. Yəni bu kanal açanda ilk planım buydu. İstəyirəm ki, yəni İnşallah universitetə girim, universitetə qəbul olum, universitet vloqları çəkim. Sonra inşallah xaricə getmə planım var. İnşallah o da olar. Yəni gələcək haqqında yaxşı planlarım var kanalla əlaqədar. Keçək üçüncü suala. Dayan. Adımı Arzuda oxusan sevinərəm. İndi bir ayda, normalda mən bir sual demişdim, yəqin hər bir sual yazar, amma hamı çoxlu suallar yazıb. Yəni məsələn bir nəfər 5 dənə sual yazdı. Bu da o video suallardan biridir. Bir adaya düşsən, yanına alacağın 3 şey nə olardı? Yəni bir adaya düşsəm, böyük ehtimal indi adada internetin olmasını düşünmürəm. Böyük ehtimal yəni telefonu götürsəm çox da mənalı olduğunu düşünmürəm. Yəni telefon orada mənə yaramayacaq. Bir adaya düşsəm, sonsuz yemək haqqı istəyərdim. Mən yeməksiz qalamazdım böyük ehtimal. Yatmağa rahat yer istəyərdim. Çünki yatmağı da çox sevirəm. Bir dənə dedi 6 dənə son. 6 dənə dedi. Hə. Bir də sevdiyim bir insana götürərdim. Yəqin ki, bu dost ya da ailə tam fərq eləmir yəni. Sonra ən sevdiyim rəng ağ rəngidir. Mən ağ rəngi çox sevirəm. Video montajlarını maksimum nə qədər vaxt edilirsəm, maksimum bax bilirsiz necədir? Mən vloqu çəkə-çəkə editləsəm, həmin vloqu həmin günə qutarım editini. Amma yox, yığıb saxlasam, 2 günə falan edit qutarıram. Çünki çox qarışıq olur. Alışveriş vloqu nə vaxt gələcək? Alışveriş vloqu inşallah Məryəmlə bir yerdə vaxt tapıb getməyi düşünürük. Görək haçana vaxt eləyirik. Məryəmin çox vaxt görsün ki, Məryəm özü də vloq ata bilmir yəni. Məryəmin kanalı bura qoyacağam. Sonra yay tətili vloqu gələcəkmi? Yay tətilində bilmirəm hara gedəcəyik. Yəni rayona getsək böyük ehtimal çəkərəm. Böyük ehtimal yəni getsək yenə springə getmək istəyirik. Keçən ay may bitsə idi, bu il springə gedərik yəni. Amma tam dəqiq demirəm. Ən sevdiyim film zor soru. Mən kinoya baxmağı çox sevirəm. Kinolara aid ayrıca bir videoda belə çəkə bilərəm. Çünki çox kinoya baxmışam. Yəni ən sevdiyim film desəz, belə qısa bir bölümlük desəz, Notebook var, onu çox sevirəm. Ya da On It's Going 30 var, o var. 13 yaşdan 30 yaşa. Sonra İngilis kino, xarici kinolara çox baxmışam yəni. Belə dizi olaraq desəz, amma xarici kino yəni Vampir Günçər var, Teen Wolf var, belə kinoları çox sevirəm. İndi isə 4-cü sual oldu. Qardaşımla bir yerdə seçirik. İndir, aşağı indir. Dayan. 4-cü sual. Neçənci qrupa hazırlaşırsan, nə olacaqsan? 5-ci qrupa üzrə hazırlaşıram, moda dizayn üzrə hazırlaşıram. Yəni tasarım deyək, indi moda falan. Amma ev dizaynında fikirləşirəm, qrafik dizaynın. Nə olacaqsansa da, nə olacağım sualını deyim uşaqlar. Baxın, mən dırnaq ustası olmaq istəyirəm, aksesuarçı olmaq istəyirəm, makyaj artisti olmaq istəyirəm, moda paltar dərzi olmaq istəyirəm. Mən çox şey olmaq istəyirəm uşaqlar. Hamısında inşallah olacağımı düşünürəm bu arada. Bu ya dırnaq ustalığını öyrənəcəm. Manifestdə hansı qızsan? Manifestdə Zoqday. Zoqday mavi saçı olan idi də. Hə.
De. İzlədiyin YouTuber adını tək zəhmət olmasa, adının Nazlı. İndi Nazlının sualı izlədiyin YouTuber. Baxın biz nə izlədik? Mən əvvəllər ən çox Ezil Soban izləyirdim, dəhşət şəkildə. Yəni yalan deməyəcəm, bu aralar ara vermişəm, yəni izləmirəm dəhşət. Destinə Kayanı çox sevirəm bu aralar, dəhşət şəkildə onu izləyirəm. Şevvali çox istəyirəm də. Bilmirəm, çox belə uyur, kafa dengir məsələn Destina və Şevval. Ezin də yaxşıdır, amma Ezin bu aralar izləmirəm, yalan olmasın. Yəni son atdığı heç demək olar 1 ay, 2 aydır videolarına baxmamışam. İndir aşağı, indir aşağı, indir. De. Adımı kim qoyubdu? Adımı nənəm qoyubdu, ata nənəm. O da bilsin necə olubdu. Mənim adım normalda Ülkər olacaqdı, anam Ülkər istəyirdi. Sonradan nənəm deyib ki, bəs Fidan olsun. Yəni adımın mənası da kiçik ağac deməkdir. Adımın mənası kiçik, böyüməmiş, yetişməmiş ağac deməkdir. Xoşlayıram adımı bu arada, amma Ülkər də olsun istəyərdim yəni. Ülker skolata. İndir aşağı, indir yuxarı qaldır, birazdan yuxarı qaldır və de. Deməli. Necə belə arıqsan? Bilirsiniz, bu mənim əslində, necə deyim, nə idman edirəm, nə fitnesə gedirəm, nə üzgüçə ilə məşğul olmuşam, çox dərindəyim. Bir dəfə getmişəm, 1 ay üzgüçəyə getmişəm, o da düzəlməmişəm. Heç onu da üzə bilməmişəm bu arada, yəni bazım gedirdi, bazımın yerinə dedim 1 aylıq gedim görüm nə olacaq, heç üzə bilmədim. Yəni fitneslə də məşğul olmuram. Yəni necə deyim, bizim ailədə genetikadandır, yəni hamı arıqdır və deyim də sizə, yəni arıqlama, yəni arıq qalmağımın səbəbi budur. İndir aşağı, indir və de. Bacım niyə YouTube səhifəsi açmır? Bacım niyə YouTube səhifəsi açmır? Çünki yəni bacımın bu necə deyim, marağı var, amma deyim ki, açıb bir şey paylaşmaq istəmir hələ ki. Böyük ihtimal gələcəkdə istəyir, hələ ki istəmir, yəni. Açsa sizinlə bölüşərəm, yəni. Aşağı. Axlı. Gəldi o mavi profili. Adım Aytaçda, videoda çəksən sevinərəm. Aytaça salamlar. YouTube'da necə başladın? YouTube'a yəni əvvəl də çəkirdim, üzümü göstərmirdim. Hətta 2020 karantina vaxtları Lisa Orlena videoları eləyib video paylaşırdım. Sonradan bir dəfə dostum Leyla vardı. Onunla bir yerdə bir video özüm çəkdim, amma videonun montajını falan Leyla ilə danış elədik. Sonra Leyla dedim mamama göstər, bəlkə ana icazə verir. Anama göstərdim, anam dedi ki, paylaş. Yəni icazə verdi, belə oldu yəni. İlk başlarda çox icazə vermirdi, düzdür. Yəni deyir ki, bir dəfə paylaşdım, bəs çox atma, nəyin edirsən, lazım deyil zət. Sonra görür ki, həvəsim var. Yəni bu hələ də yəni irəliləməyə davam edirəm. Dedi, olsun yəni. Paylaş dedi, icazə verdi. Bir sualı Yusuf seçdi. Yusuf dayan deyəndə dayanacaq. Dayan. Oxu. Seçdiyi sualı indi Yusuf oxuyacaq. Oxu Yusuf, başla. Ən sevdiyim makyaj markası nədir? Ən sevdiyim makyaj markası baxın, uyğun büdcəli, amma düz çox da uyğun büdcəli deyil, amma Essence markasını çox sevirəm. Çünki həqiqətən çox qəşəng məhsullar var. Amma belə necə deyim, lüks marka, yəni Kiko'nun məhsullarını sevirəm. Dior da olar yəni, belə. Gedə bilərsən Yusuf. Biraz da indir aşağı, indir de. Salam, ən sevdiyim maşın hansı? Cavabı yaz. Ən sevdiyim maşın markası Mercedes'dir. Amma belə ən sevdiyim Toyota Corolla da olar, Range Rover da olar. Range Rover da olar. Amma belə maşın hansıdır deyəndə CLS 500, bir də CLS 63 çox sevirəm yəni. Film maşınları seçdin ikisini. Hə? Film maşınları seçdin. Bunlar adi maşınlardır. Adi maşınlardır. Fast Furious nədir? Fast Furious, hə, Fast and Furious. O şuna maşın ki olsun, bu arada baxa bilərsiniz. İndi keçsək digər suallar. İndir de. Suallar qutardı Yusuf təzən. De. YouTube'a nə zaman başladı? YouTube'a keçən ilin mayın 27-si telefonumu aldım. İlk videom 27-si seçdim. Hardasa 29'u falan ilk YouTube videomu atmışdım. Yəni atamın ad günü deyəsən. Belə. Yəni ilk YouTube o zaman başlamışdım. Favori YouTube kanalım dediyim kimi Destinə Kayadır. Sonra nəyə baxıram? Orkun'un videolarını yemək yerində çox baxmağı sevirəm. Orkun, hətta yemək yerində gedirəm. Orkun yemək videosu atıbdır. Yəni onu da çox sevirəm. Qardaşım var, çox istəyirəm. Deli Minə vardı. Deli Minə də qəşəngdir. İndi keçdik digər suala. De. Boyum neçədir? Boyum 1.64 falandır. Dəqiq. Bacımın örnək aldığım xüsusiyyətləri, bilirsiniz, mən bacımdan çox fərqli insanlarıq.
Mən çox hiperaktiv, çox danışan ya da nə bilim, necə deyim, əkizlər bürcünü siz necə təsəvvür edirsiniz? Mən tam o əkizlər bürcüyəm. Bacımsa bilsinlərdir. Səhvi doğrunu ayıran, haqsızlığa qarşı olan insan, çox sakit, təbiətli. Bax bilsinlər, mən beyindəkini düşünən kimi deyirəm. Bacımı beyindəkini fikirləşib deyir. Mən düşünən kimi deyirəm, ağlıma gələn kimi deyirəm. Yəni bacımı oradan önə çalıram ki, bacım insanı fikirləşib danışır, mən fikirləşmədən danışıram. Çox vaxt anam da onu deyir ki, filan fikirləşmədən danışır. Amma deyə bilərsəm, gələcəkdə inşallah 100.000 abunə falan olanda görüş keçəcəksən. Yəni inşallah 100.000 olsam, yəni çox var hələ ora. Fikirləşərik, yəqin ki, inşallah. Ağlasın. Olaram. Solqam əgər sizi narahat elədirsə bu video boyunca üzr istəyirəm, çünki məni narahat edir. Gözünə girmir. Telefon ekran şəklimi soruşdular. Telefon ekran şəklimi mən çox dəyişirəm. İndi deməli, birini bura qoyuram, kadrolarıma görə dəyişir. Birini bura qoyuram, birini bura qoyacağam, birini bura qoyuram, birini bura qoyuram. 4 dənə. Həyatında aldığın ən dəyərli dərs nə olubdu? Şu an mən dərs çıxarmağı bacarmıram. Bizi necə ağıllanıram, amma dərs çıxarmıram. Yəni məsələn bir şey səhv elədimsə mən bu deyirəm ki, bu səhv bir də eləməyəcəm. Amma dərs çıxarmıram. Məsələn onun üstündə oturub fikirləşmirəm ya da elədiyim səhvdirsə onun üstünə çox düşünmürəm. Yəni necə deyim sizə, necə başa salım mən bunu? Məsələn səhv eləmişəm, o səhvdən dərs çıxarmayacağam. Amma onun səhv olduğunu biləcəm, nə? Yəni o səhvdir biləcəm, amma üstünə düşünməyəcəm. Sonra bu solqam çalsam pozur. Bunu bilmirəm nə edək. Nə tipdə musiqiyə qulaq asmağı sevirsən? Bilirsiniz, mən xarici musiqi olsun, yəni istəsəz mənim Spotify necə deyim də, o olur listə. Mənim o Spotify listələrimi yorumlara qoyaram. Oradan istəsəz mənim qulaq asdığım mahnılara baxa bilərsiniz, yəni. Biləsiniz artıq orada nə tip musiqiyə qulaq asıram. Salam, ən böyük yediyin dost xəyanəti nədir? Çox qeyri sağ ol. İndi mən xəyanət söhbətinə gəldikdə, xəyanət qəbul edilməz bir şeydir. Dost xəyanəti dediyim, mən dost xəyanəti hələ ciddisi yeməmişəm. Amma yəni olub da elə dostlarım ki, mənim haqqımda danışır, üzümə gülür, amma arxamdan demədiyin qoymur. Yəni elə insanlar olur, onca vaxtda danışmayacağam. Yəni bu onsuz danışılacaq bir şey də deyil. Özləri bilir, yəni səhv elədiklərini. İndi əgər izləyirlərsə son kesiyor. Neyse. Sonra başqa makiyajı neçə yaşında başlamışam. Makiyaja 14 yaşımda başlamışam. Amma o da bilsin necə günəş kremi vurardım, göz altıma fondöten vurardım, kiprimi qıvırardım və salam. Belə indi hələ tam dəqiq öyrənməmişəm makiyajı. Sadəcə davam eləyirəm makiyaja, öyrənməyə çalışıram. Eləyə öyrənirəm. 8 sinif üçün tövsiyələr verə bilərsən. 8 sinif əslində o qədər ciddi bir sinif deyil. Məsələn, bacım 8 sinifdir. Yəni, o qədər də özünüzü yormayın. Onsuz 9-a çox yorulasınız. Yəni, onca deyirəm ki, çox yormayın. Yəni, 9-a yorulasınız. Salam Fidoş, hansı universitetə daxil olmaq istəyirsən? Reklam alırsanmı? Moliyədən alış-veriş zamanı niyə tam vlog çəkmirsən? Universitetdə UNEK istəyirəm. İqtisadiyyat universitetini istəyirəm. İnşaat və mimarlıq istəyirəm. Yəni, balım hara çatsa. Ən böyük qorxum nədir? Sevdiyim insanları məndən qabaq itirmək. Ən üzücü anım nədir? Ən üzücü anım Leylan bizim məktəbdən çıxması oydu, hönkü-hönkü ağlamışdım. Anamın və atamın adını soruşdular. Sadəcə bu sualların içindədir. Anamın və atamın adını soruşdular. Anamın adı Ülviyyədir, atamın adı İlkindir. Rəsm üçün ayrı vlog seçməni düşünürsənmi? Əgər istəsəz gələr, yəni məsələn rəsm üçün ayırdığım tam bir vlog gələr. Karandaşlarımı itiləyirəm, rəsmdə nə edirəm, hamısını addım başa salaram. Bazen niyə video çəkmirsən? Bazen əslində videolar çəkirdim, sadəcə bəzən gizliyə almışam. Çünki orada necə deyim, ya makyajımı bəyənməmişəm, ya da necə deyim, onca gizliyə almışam. Yəni bazen vlog böyük ehtimal yayda gələr, yəni bazen bir günlük keçirəm, videosu gələr. Yəni buradakı sualları çoxunu cavabladıq. Yəni məncə bu qədər bəsdir. İndi keçim bəzi yadımda qalan suallar vardı ki, videolarımın altına yazmışlar. Dırnaq ustalığına nə vaxt öyrənməyə başlayacağam adlı bir sual. İnşallah sədərəyə gedib oradan lazımlı olan əşyaları aldıqdan sonra onun üçün ayrı bir vlog çəkərəm. Sonra deməli son zəng videosu gələcəkmi? Yəni inşallah çəkərəm, yəni çəkməyi düşünürəm. Yəni vlog çəkəcəm, o isə son zəng olar. Paltarda dar və ya baggy falan onu soruşmusunuz. Baggy geyməyi çox sevirəm, baggy tərzi çox sevirəm. Sonra nə sual idi? Və sualları çox xatırlamıram əslində, yəni. İnşallah yayda vloglar gələcək. Sualların çoxunu cavablamağa, əsasən verilən sualları cavablamağa çalışdım. Çalışdığım qədər də cavabladım, yəni.
daha başqa bir sualcaq videosu gələrmi bilmirəm yəni. Çünki yəni, mənim kanalımda 2 dənə sualcaq videosu olmalıdır. Bir dəfə də mənə sual ver. Qat müzikaya sual verim. Xərcə yoxsa mən? Yaxşı, tamam, nə sual verim sən? Böyündə nə olmazsa? Futbolcu. Hə, qardaşım böyündə futbolçu olmaq istəyir. Bunu da özü dedi ki, mənə sual ver, cavablayayım. Xərcə və filan sualına cavab vermədi. Nəysə də indi. Hə. Yəni bu qədərdir videomuz. Ümid edirəm video xoşunuza gələr. Başqa video vloglarımda görüşmək üzrə. Öpdüm. Bay bay.